İspaniyada Azərbaycan diasporunun əsas təşkilatı Barselonadakı Azərbaycanlılar Cəmiyyətidir. Cəmiyyətin 10 illiyi qeyd edilib. Bu münasibətindən təşkil olunan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib, Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Bugün burada Avropanın ən gözəl şəhərlərindən birində yaşayan Azərbaycanlılar bir araya gəlir. Onlar vətəndən uzaqda yaşasalar da Azərbaycanı ürəklərində yaşadır. Dilimizi, mədəniyyətimizi və adətlərimizi qoruyurlar. Bu görüş sadəcə bir tədbir deyil, həm də birliyin, həmrəyliyin və doğma vətənə bağlılığının təcəssümüdür. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Barselonadakı Azərbaycan evinə baş çəkdi. Burada diaspor fəalları ilə səmimi söhbət aparıldı, onların fikirləri dinlənildi və gələcək fəaliyyət istiqamətləri müzakirə olundu. Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin 10 illiyində isə İspaniyada yaşayan soydaşlarımızla geniş formatda görüş oldu. Ölkəmizin İspaniyadakı konsulu Əfqan Xəlili, Azərbaycan icmasının üzvləri, Türkiyə və digər türkdilli xalqların diasporlarından, eləcə də yerli ictimaiyyətin nümayəndələri öz fikirlərini bölüşdülər. Qeyd olundu ki, xaricdəki Azərbaycan evləri, həftə sonu məktəbləri 1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə açılan Qarabağ Azərbaycan məktəbləri diasporamızın təşkilatlanmasına, yeni nəsil Azərbaycanlıların ölkəmiz əlaqələri möhkəmlənməsinə əvəzsiz xidmət göstərir. Torpaqlarımız qayıdandan sonra artıq bizim diasporanın da qarşısında tamamilə fərqli məqsədlər var. Və biz çalışırıq ki, bu məqsədləri həyata keçirən bizim soydaşlarımızı yaddan çıxarmayaq, onlara dəstək olaq və Azərbaycan dövlətinin, cənab prezidentin də təkliflərini, fikirlərini çalışırıq ki, burada çatdıraq. Bunların İçində təbii ki, ən vacibi Azərbaycanın tanınmasıdır. Azərbaycana qarşı olan hiyləgər siyasətin qarşı alınmasıdır. Görüş zamanı Azərbaycanlılar birlik və həmrəylik mesajları verdilər. Müxtəlif sahələrdə diasporun daha da güclənməsi üçün atılmalı addımları vurğuladılar. Çünki hər kəsin ailəsi var, hər kəsin öz işləri var. Lakin düşünürəm ki, bir gənc olaraq ilk öncə biz buna həvəsli olmalıyıq və düşünməliyik ki, bunun gələcəyi var. Təbii ki, biz Azərbaycançılıq ideologiyası altında birləşmək istəyirik. Yubiley tədbiri konsert proqramı ilə davam etdi. Azərbaycan, Türk, İspan musiqiləri və rəqsləri böyük maraqla qarşılandı. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Barselona, İspaniya Krallığı.